Bismillahirrahmanirrahim. İyyâke na'budu və iyyâke nesta'in. Məhz verilən suallardan biri də həmin bu oxuduğumuz Fatihə surəsinin 5-ci ayəsi ilə bağlıdır. Əvvəla sualı deməmişdən öncə tərcüməsini sizin xidmətinizə çatdırıram. İyyâke na'budu, yəni yalnız sənə ibadət edir, və iyyâke nesta'in, və yalnız səndən kömək diləyirik mənasını bildirir. Əziz dəyərlilərimizdən biri də sual etmişdi ki, nə üçün ibadət yardım diləmədən irəlidir? Halbuki ilkin olaraq Allahdan kömək dilənməli, sonra isə ona ibadət edilməlidir. Çünki Allahın köməyi olmadan kimsə ibadət edə bilməz. Bu cür bizə bir sual ünvanlanıb. Bu sualı belə izah etmək olar. Əvvəla ayədəki və bağlayıcısı, necə ki biz ayədə oxuduq, İyyâke na'budu və iyyâke nesta'in, oradakı və bağlayıcısı tərtib və ardıcıllığı bildirmir. Yəni tərtib və ardıcıllıq üçün gəlməyib. İbadətdəki tövhidi, Allahın birliyi, bunu göstərmək üçün işlənmişdir. Məlum olduğu kimi tövhid bütün ibadətlərin önündə durur. Çünki insan əvvəl müvəhhid olmalı, müvəhhid yəni Allahın vahid olduğunu qəbul etməli, sonra isə ibadətlə ondan kömək diləməlidir.